Fenomen, məhz bu söz haqq savaşında əldə olunan qələbə və tarixə yazılan imzadır. Şanlı tariximizi unudulmaz qələbəmizi özündə əks elətdirən Fenomen kitabının təqdimatı olub. Layihəyə rəhbərliyi Nərimanov rayon icra hakimiyyəti edib. Tədbirdə çıxış edən Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgin Həbibullayev kitabın önəmi və burada əks olunan detallardan bəhs edib. O qeyd edib ki, hazırda Qarabağ yeni dirçəliş mərhələsinə qədəm qoyub. Bu inkişafda isə Prezident İlham Əliyevin rolu danılmazdır. Bu kitab cəsarət haqqındadır, şücaət haqqındadır. Bu kitab ordumuzun qəhrəmanlığı haqqındadır. Bu kitab böyük sərkərdəmiz haqqındadır. Qarabağ zəfəri bizim qürur mənbəyimizdir. Hamımız fəxr edirik bura qələbə ilə. Həqiqətən fenomenal zəfərdir. Nəyə görə fenomenal zəfərdir? Çünki burada baş verən hadisələr fenomenaldır. Çünki burada aparılan əməliyyatlar fenomenaldır. Çünki bu zəfərin də arxasında dayanan diplomatiya fenomenaldır. Çünki bizim ordumuzun şücaəti fenomenaldır. Və bu qələbəni bizə bəxş edən möhtərəm cənab prezidentin, bizim Ali Başkomandanın şəxsiyyəti fenomenaldır. Çıxış edənlər kitabın önəmindən bəhs ediblər. Vurğulayıblar ki, bu kitab bütöv bir tarix və bu tarixi yazanların zəfər salnaməsidir. Bu kitab həmin o yeni tarixi yaradan fenomenə həsr olunub. İlham Əliyev fenomeninə həsr olunub. İllər keçəcək, əsrlər dəyişəcək, dəyişməyən bir şey qalacaq. Azərbaycan xalqının vətən müharibəsindəki zəfəri. Dəyişməyən həm də o olacaq ki, bu zəfəri yaşadan fenomen olub. Bu İlham Əliyev fenomenidir. Tədbirdə çıxış edən Vətən müharibəsi qəhrəmanı şəhid Azad Hümbədovun atası Arif Hümbədov isə 44 gündə yazılan qələbədə Ali Başkomandanın sərkərdəliyi altında qəhrəman oğullarımızın rolundan və bu kitabın önəmindən bəhs edib. Əgər alnımız açıqsa, başımız ucadsa, biz şəhidlərimizə, qazilərimizə və prezidentimizə təşəkkürümüzü bildirməliyik. Hər bir dövrdə ölkənin inkişafında gənclərin rolu danılmazdır. Bu isə yürüdülən siyasətin əsas prioritetlərindən biridir. Bu kitab isə hər bir gəncin həyatında öyrədici rola malik effektli vasitələrdən biridir. Möhtəşəm Qarabağ zəfərinin tarixini öyrənmək və təbliğ etmək biz gənclər üçün vacib məsələdir. Biz kitabla tanış olduq. Onun klassik, standartlardan kənar və orijinal tərtib olunduğunu görürük. Bu kitabda vətən müharibəsi zamanı baş verən hadisələr, tarixdə şəxsiyyət faktoru, dünya tarixindən gətirilən paralellər vasitəsilə təqdim olunur. Gənclərin öz vətən sevməsi və tarixini bilməsi üçün belə kitabların olması çox vacibdir. Tədbir daha sonra musiqili hissə ilə davam edib.